Dostlar, bu günləri sizlərlə Brawl Stars videolar çəkirik, yəni video çəkirik və oyuna girdim. Edgar 1000 kupa eləmək istədim, gördüm. Yəni, qəribə bir şey oldu, belə bir şeydir, prestij deyil. Bunun nə olduğunu yorumlara yazarsınız. Məncə yeni güncəlləmədə bir prestij çıxıb, yəqin 3-4 prestij ola bilirsən. Mən də 1000 kupa elədim, ondan sonra təzədən 14 kupaya düşdü. Daha doğrusu 14 kupaya düştü. Bilmiyorum niye böyle oldu. Yani, yorumlara yazarsınız ve oyundaymış bu. Dəvət eləyək görürlər. Gəlsə oynarıq. Gəlməsə də oynarıq. Bakın, Edgar'da hiperşarj kostümü aldım. Karamele Edgar. Bunu olsa almıştım. İndiki hədəfimiz isə Edgar'ı 2000 kupa eləməkdir. Dükkanda ücretsizlər var. Ücretsiz, beleş. Aha, indi günlüklərdə alacaq. Çox kupa var. Çox kupa var. 2, 4, 6 tane kupa var. Onun 3'ü adi star hediyesi, biri kaos hediyesi, kaos kutusu, ikisi de şeytan melek kutusu. Və bəli, başlayırıq. Bir də belə bir şey var. Nədir? Neyse, elə buna girək. Cizəmdə hesablaşmaya girək. Elə orada neçə kupa verir və neçə oyunda. İlk dəfə oynayıram bunu. Yəni cizəmdə hesablaşmanı. Bakın, ekran çerçevesine bakın. Görünür. Prestij bir görünür. Bu. Bildim bu nədir? Araba. Bununla gelip adamlara vura bilirsən. İndi gedib vurarım. Bu toqquşan maşında. Ay. Oyuna da yatırdılar bunu. Çox ora bura vurmaq olmaz. Ayda. Kaos hediyesi. Süper Ender. Süper Ender kaldı. Neyse, heç olmaz və bunu oynamırıq. Bu çox pis, maraqsız bir şey. Kaç hesaplaşmaya girdik. Buna da udursaq, aksesuarı dəyişdirib kalkan, geçici kalkan alacağım aksesuarı. 2000 kupadan sonra belə 7, 5 yani oyuna girenler 7 dəfə prestij kazanıp 7000 kupaymış şerisi. Yani 7 dəfə prestij olub. Ondan sonra orada var idi 5 tane Leon. 5 prestij. Bunu bir daha burada bir daha bitirək. Edgar'la ətrafında dolanın, yəni onda çox yaxşı da vura bilərsiniz. Pis də vura bilərsiniz, yəni. Çox maraqlı oyundur, hamıya tövsiyə edirəm. Bu hardan gəldi, Birdən çalıların içindən gəldi, ona görə. Şey kostümünü alalım. Aha, indi nasıl? Edgar'ı bıraktıq. Məsələn də 1000 kupa istəyirəmişəm. İndi isə Colt'u eləməyə çalışacaq 1000 kupa. 1000 kupa Colt'la oynayacağıq. Yəni eləməyə çalışırıq. 633 kupadan sonra Colt'la olacaq 1000 kupa. Colt'da da prestij birdi. Yox, Colt'da olamaz axı.
Demə bu Prestige 1 ekran çərçivəsiymiş. Yəni hər karakter hansı karakter olur olsun girirsən Prestige 1 göstərir. Və bəli, hesablaşmaya qaldıq. Gedək bunu. Məsələn, onun hiperşarjlı şeyindən qurtulduq. Vurma, vurma. Ay, ikimiz də öldük. Kim birinci oldu? Kim birinci oldu? İkinci niye oldum hemen? Ayda. Kazanma serisine göre 2 kupada, 1 kupada geldi. Toplam 11 kupa aldık. Ve Star hediyesi ama kalender kaldırır. Bundan sonra ise şeytan kutusu var. Görürüz ne olacak. Ronaldo var oyunda. Ronaldo var oyunda. Adı Ronaldo. Yani yanından ağzına kağıtlar koyup girdiler oyuna. Aha, burada bir tane Griff gördüm. O da bana gördü ve oydu. İki kupa daha kazandı. 380 kupaya 620 kupa kaldı. Bəli. Onda kazanır. İlk önce kutuları alır. Üçümüz ne kadar çok olsa o kadar yaxşı oynayarıq. Canımız o kadar çok olar. 7500 canımız var. Malaysia var burada. Bunun üstüne geçsek yaxşı olar. Yok, Malaysia'nın üstüne geçmək olmaz. Daha dikkatli oynamalıyıq ve burada ikili hesaplaşma daha bence yararlı olar. Çünkü birimiz öldüğümüzde birimizi kaldırmak için o 20 saniye gözledikdə o birisi kalkır, 50 olur. Hele bizim dostumuz kim yani? Karl yani diyesen. Ha Karl'dı. Karl'dı bu. Ha oldu. De. Mesela biri getdi. Bu da getsin. Bu da. Vur. Kolta bak, kol. Bibi gelir gözde, Bibi gelir. Mesela orada öldü. Ve batdıq. Yox, batmadıq. Bir daha Bibini öldürək. Bibini öldürək bir də. Orada da bu getdi o. Aha, dostumuz da gəldi. Görürsünüz, belə yerlərdə yaxşı olur. Pəm var burada. Burada bir dənə pəm var. Kalkan basıb heç nə yenmədim. El Primo'nu da öldürək. El Primo. Eskidir. Və bəli, bunu da öldü. Hesaplaşmaya qaldıq. Və burada
İkili hesaplaşmadı. Ha, ikili hesaplaşma oynamışım. Və bu da buna qaldı. Əla qazandı. Baxın, belə yerlərdə lap yaxşı olur. 12 kupa gəldi. Aha, 12 kupa, əla. Belə lap yaxşı olur. İnşallah Karl təzədən gələr mənə. İnşallah təzədən Karl gələr və gəldi. Karl gəldi. Elə bəyəkçi də olsa. Dəvətimi qəbul etdi və gəldi. İlk öncə kutulara qaçaq. Kutular, kutu. Bizə kutu lazımdır. O alanda o istəməyə də gəldi kutu. Yəni yük. Əla. Buradakı yükləri götürün və Karlı gözləyək. Karlarda santeziya 2 saniyə qaldı. 1 və 0 gəldi. Və yenidən hesablaşmaya qaldı. Yəni belə asandır bu ikili hesablaşmanı oynamaq. Amma indi bir dəqiqə Karl'la bir yerdə oynamalıyıq. Çünki bunlarda 2 nəfərdir, biz də 2 nəfərik. Sadəcə bizdə süper özəllik yoxdur. Onda da yoxdur, məndə də yoxdur. Onda bir dəqiqə süper özəllik var. Mənim vuruşlarımı kəsib. Amma 6 gəldi yenə. 6 kupa gəldi və şeytan hədiyyəsini açırıq. Xeyr, bu biraz pis oldu. Pis oldu. Çox tez açıldı. Ender. Süper Ender. Ay da yox. Süper Ender olmadı və yenidən bir şeytan hədiyyəsi və yenidən bir star hədiyyəsi. Görə elə buradan. Aha, kaos hədiyyəsi. Süper Ender. Destansı. Gizemli ol. Ol gizemli. Efsanevi. Gizemli. Efsanevi oldu. Efsanevi oldu. Ultra efsanevi olsa. Ol. Ömrümdə belə şey görməmişəm. Ne? Beri mən oynamıram. Ben beri oynamıram. Niye böyle yıldız yüzler verirsən? Niye? Girək, bir də girək. Əla oyundur bu. Əla oyunlara giririk. Çox zor oyunlardır bunlar. Siz də oynamağı unutmayın. Və mütləq like atıb abunə olmağı unutmayın. Belə videolar üçün yəni like gəlsə lap qəşəng olacaq. Qəşəng. İndi kimlə girdik? Colette'dir bu. Yo, piu vurur. Elə səslər çıxır da piu. Bu vuranda elə səslər çıxır deyəsən. Bu kimdir? Kimdir bu? Nəsə belə Joker şeyinə oxşuyur. Qalan zatır. Kenji'dir bu. Kazezaddır mı? Və öldürdük. Əla. Bomba kimi. Buradakiləri də öldürək. Öl. Tez öldürsək qəşəng olacaq. Burada bir kit var. Arxamı bırakmır və bıraxdı. Bəli, burada sıxırlar. O, mənim dostumuz sıxırlar biraz. Suyunu çıxartdılar day. Və portal açır. Bu nə karakterdir? Bu nədir? Aa, dostu gəldi. Dostu gəldi və bu kitin süper özəlliyi var. Dərd odur ki, kitin süper özəlliyi var. Və mən buradan yük götürdüm. Ooo, ikisini də öldürdüm. Qəşəksən. Gəl bir də oynayaq da. Bir də oynayaq. Çünki mən bu dəqiqə çıxmaq istəmirəm. 2 oyun, son 1 oyun qazanaq. Ondan sonra bir də 2 daha qutunu açaq. Görə inşallah qəşəng bir şey gələr ki, oyunlarımızın bəhrəsini görək. Bunun adını bilmək istəyirəm. Mən birazdan karakterlər yerinə girib baxarım. Onun adı nədir bu karakterin? Yəqin ki təzə çıxır. Təzə yox, köhnələrə oxşayır bu. Adı nədir bilmirəm. Mən bunlara heç ilişməyim.
Bunlara heç ilişməyək. Heç. Vurma. Ay. Pis vurdu. Ayda. Tamam, bir də oynayaq. Aslında bir kupa çıxır. Amma oradan da 13 kupa gəlir. 50 olur. Bomba kimidir bu. Burada səs açmaq olsa Brawl Stars'da daha da yaxşı olar. Çünki səslə bir-birimizdən danışsaq bilərik ki, kim hara getməlidir, kim nə etməlidir. Kim məsələn deyirik onu vur deyə bilmirik də. Yəni o eşitmir də biz, yəni. Eşitmir, ona görə də çox vaxt uduzmaq mümkün olur belə oyunlarda. Məncə hər oyunda səs açıq olmalıdır. O söyüş söyənlər var onlara görə səs açmırlar, ona görə. Yəni elə oyunlar var ki, söyüş olmasın deyə səs açılmır oyunda. Aha, hamısını biz öldürdük. Hamısını biz. Nəsə bu çox zor karakterdir. Buna bax, yəni ışınlanır. Zor hasarı var, vurur, canı çoxdur. Əladır bu karakter. Bastır, bir də o qaldı və mən də gəldim. Bastır, indi sən gəl bura. Sən bir daha bastıraq. Qəşəng. Bomba kimi. Əla. Və indi isə giririk ölə. Nə olur? İnşallah normal bir şey çıxar. Bundan da az çıxdı. DP kartları çevirəcək, yox gəlmir. Ender, süper ender. Ayda. Mənə kaos kutusu lazımdır. Kaos kutusundan daha da yaxşı şeylər gəlir və 10 elmas gəldi. Kaos kutusu 43 və heç də 43, bir də 60 da gəlir. Və bu ödülünü seç var, ona da şeyləri. Oynayırıq. Əladır və buradan 30 elmasıdır. Bir daha açaq da. Nə Ender nədə? Mən 30 elmas verdim. Ayda. Görən əlbəttə buradan gəlib. Altın gəlib, altın. Altın gəlməyib, güc puanı gəlib, 100. Karakter yüksəltmə təbii ki olacaq və sizə təzə aldığım karakterləri göstərmək istəyirəm. Hank var burada. Berry'ni aldım. Berry 10 səviyyələdim. Ondan sonra nə aldım? Bir də baxım. Max almışdım aslında. Lumin'de almışdım. Bir də və Lowry aldım. 7 səviyyələdim. Və buradan Hank aldım. Və buradan Griff'i kredi ilə çıxartdıq. İndi isə Leon'a yığaraq kredini. Mortis'e de bəlkə bir dənə. Yukarı yox. Ondan sonra Berry'ni də yüksəldək buradan. Bulu yox, bul yüksəlmir. Bul da eləyəcəm. 11 səviyyə. Əssalam. Bu da 11 səviyyə olur. İndi bundan dostlar sağ olsun. Berry kuyruğunu sallayaraq düşmanlara gelip püskürtür və yaxınlardakı dostlarını 5 nəmə sürəsi 17 saniyə. Berry'nin katkı maddeleri. Berry'nin bir sonraki saldırısında alan etkisi 100% daha uzun sürer. Birinci qəşəydi bu. Dostlar sağ olsun. Lap qəşəydi çünki burada yəni həqiqətən yaxşıdır. Və kolta görə nə gəlir? Əla. Və indi isə giririk koltla çift hesablaşma. Yenidən çift hesablaşma giririk. Çünki çift hesablaşmada çox avantaj var. Həm o haritada, yəni xəritədə Azərbaycanda, həm də yaxşı dostlar gəlir. Məsələn, bu dəqiqə bizdə Pierce var. Prestige 16'dır. 16 dəfə 1000 kupa olur. Və 16.000 kupa deyək buna. Çünki yəni kupanı 16.000 göstərməsə də yəni 16.000 dənə kupa qazanıb. Bunu da öldürək. Əla, öldürdük. Əla, bomba kimi. Bunu da öldürək. Orada bir dənə Shelly var. Shelly burada. Shelly hardasan?
Bəlkə oradadır. Yox, orada deyil. Və burada bir Colt gördüm. Colt çox orada yaxşı oynadı. Girən kimi buradan tez kutunu alıb təzən keçəcək o tərəfə. Ay, daha keçənmədik. Colt'un yaxınından niyə girirsən? Sən nə qədər Kenji'dən gücsüz də olsan, Kenji olsan da. Burada bir daha Poco var. Onu öldürdük. Hesablaşmaya qaldıq və bu bir nəfərdir. Amma Sirius'dur bu. Bu mənim dostumu klonlayır. Və çox yaxşı oynayır bu. Colt mən də klonladı bu. Kenji, Sirius. Biz bunları nə edəcəyik? Mənim dostumu öldürdü. Kenji gəlir bu tərəfə. Kenji gəlir bu tərəfə. Vəssalam, Kenji'ni öldürdük. Sirius'la tək qalmışıq. Və bu çox yaxşı bir karakterdir Sirius. Çünki həm ultra əfsanəvidir, həm də ki adam klonlayır bu. Nə tər karakterdir bu? Görərək çift hesablaşma, Colt. Görevlər var burada. Olsa da qazanalım. Çift hesablaşma. Burada görevlər almalıdır. Baxın, bunların hamısını eləmişəm mən. Və bəli, bunu sizə sirrin deyə bilərəm. Hasar verir də elə ki, Colt'u götürün. Colt ən yaxşıdır, Colt. 100.000 puan iyiləşdə. Poco'nu götürün. Mən Poco ilə oynamışam. Süper özelliği iyiləşdirir. Nə qədər çox hasar alsanız, o qədər süper özelliklə iyiləşebilirsiniz. 30 düşman yok etdə isə hesaplaşmaya elmas kapmaca girin. Onun kurtarana kadar uzak başı bir 20 adam öldürün. Onu da öldürmək üçün Edgar alın. Bu qədər, bunun sirri buydu. Aha. İndi gəlin görək hələ nə oynayaq. Görev nə qədər çox hansındadırsa. Deməli, duelloda bir də görevi var. Yox, savaş topu yox. Duello yoxdur, hə. İnşallah o var. Və var. Var. Aha, kadroda bu oydadır. Ondan sonra görək hansı karakterlərlə var. Deməli, 5 savaş kazanın. Rico, Frank, Tick. Buradan çox Piper var, hələ ki. Daryl var, Piper. Pam da var. Pam'la oynayırıq. Yox. Tapdım. Pam, Piper, bir də Daryl'la oynayacağıq. Savaş topu. Bura bir dənə Pam seçək. Birinci Piper seçək. Çox zor ya bu. Piper. Bura bir dənə Pam seçirik. Və Daryl. Duelloya girdik. Duello haritası çox qəşəngdir Pam'a görə. Burada bir Leon var deyəsən. Ay. Ayda pis oldu bu. Piper sniper'dı yəqin ki. Leon'u öldürər, amma bayaq çox pis oldu ya. Çox pis. Ayda uçurdum mən. Uçacağım da mən. Həqiqətən çox pis oldu. Ayda. Ne olur öldü. Daryl.
Bobby sen dedi. Sen dedi. O. Sen dedi. Başar ama 8 bit ay 8 bit öldürer ya bizi. Hayda. Yanlış anlamak. Ölme. Yes. Süper özellik basmasaydık. Öyleydi. Son 4 oyun kalır. Aha 4 oyundan sonra ne atacağız ki biz burada? Ha bir de Star hediyesi. Birce de Star hediyesine göre ne var? Günde bir oynuyorum. Karşıya çok da güçlü şeyler gelmedi karakterler. Bir tane biraz Bo çok güçlüdür. Ay Pam cabırın. Pam'la da boyu. Ha. Pam'la. Evet sana. Bu bot diye bu kim ise biraz öyle bir şey biraz şey değil. Oo, Gale var bunda. Bak ben dostluk istedim. Dostluğumu kabul ederse oyunu vereceğim ona. Oyunu vereceğim. Ama kabul edemezse öldürmeliyim. Çektim şey sana. Cıplık çok bozarım ne yapıyorsun? Evet diyorum dost olak. Aha geldik buraya. Demeli yine de Penny de o. Aha. Aha indi Nani var bir tane. Haberi bir dakikada öldürüyor. Öldürdü. İndişi şimdi. Aslında ama bir dakikada öldürebilirim. Özüm öldürmem bak. Öl. Aslanım. Özüm öldürmürdüm ama öldürdüm. Aha. Ona da güzel. Balonlu bir de uşak var yani. Allah'ın olsun. Balonlu bir de uşak var. O da diyesen o karakter değil. Ama indiki Finks'ti. Finks de beni öldürey. Mesela öldü. Öldü. Adı da Furkan'ıymış. Tuştu bu. Elimde balon bir tane şeydi.
Düzəltməsən. Furkan 54. Ağıllı ol. Akıllı ol. Grift'ti bu. İndiki ise Grift'ti. Göreydi. Aslında 92 canımız kalmıştı ama öldürdük. Aslında çok görevimiz var Pam'dan. Ama bir iki defa da oynayamazsın. O meka şeriydi o. Ne kaşeriydi o? Ne sen meka kostüm gördün mü? Oha Sirius'tu bu. Ay da ne zibirə düşmüşəm ya mən. Mənim bəxtimə gələn karakterlərə bax. Sirius nədir? Bu niyə sən Sirius'la oynamaq bilmir? Pam'dan Sirius'u öldürsən nə olar ola? Onun baga girər. Ne Piper'la Sirius'u öldürə bilərəm mən? Ayda uçabilseydim öldürerdim. Allah'ım olsun uçabilseydim öldürerdim. Öldüreceğim. Öldürürüm. Ayda o kolun olmasa öldürürüm de. Ayda. Aha kupamıza yükseldi. Şimdi onu ben bilirim ki o duel oldu ben hiç deneyemezsem ona göre ilerlediğimize devam edelim. Edgar'ı yükseldim. Ben yok Crow'u yükseldim. Piper deriyək. Edgar. Geriye deriyək. Crow. Mesela 3 tane hiper şarjda olan iki görelim. Görək hələ nəsə oduruq. Onlarda elə ki bir daha Poco var, bir daha Barley var, bir daha da o bayaqçı mənim dostum var idi. İkili hesablaşmada. O var. Altın Barley. Öl görüm. Ölmedi. Ben öldüm. Ben öldür. Sen seçeydi sen Edgar'dan bir daha başa salın da kimdi? Edgar tanımırsan sen. Nerede şeydi? Allah'ım nerede şeydi? Ben öldürsek Edgar'ım hemen. Edgar. Neymar Junior bir bari. Sen de vursan. Öl canım. Öl. Öldü. Oku bakalım. Öldürdük bunu. İndi hiper şarjda gəlir. Görə hələ bu güclü karakterdir. Piu verir. Hiper şarjda Edgar'a süper özellikli Edgar'a kimliğin yerine hiç. 8 savaş kazan utduq. İndi indi geldi. 1006 geldi ama hələ ki şey tapamırıq. Elə